Verilmiş xalça. Zeynəb və Əli qədim bir kənddə yaşayan iki bacı qardaş idilər. Onların nənəsi xalça toxuma ustası idi. Nənələri onların hər naxışın bir mənası olduğunu, hər rəngin qədim zamanlardan bir sir daşıdığını danışardı. Bir gün nənələrinin toxuduğu ən gözəl xalça yox oldu. Bütün kənd bu xalçanı axtarmağa başladı. Çünki bu xalça kəndin tarixini və mədəniyyətinin bir hissəsi idi. Uşaqlar xalçanı tapmaq üçün araşdırma başladılar. Onlar kəndin ən yaşlı adamlarından soruşdular. Köhnə sandıqları araşdırdılar və nəhayət xalçanın izini tapdılar. Xalça bazarda satılmağa aparılmışdı. Zeynəb və Əli kəndin ağsaqqalına xəbər verdilər. Bütün kənd birləşdi və xalçanı geri qaytardı. Nənə isə uşaqlara xalça toxumağa öyrədərək dedi: Bizim mədəniyyətimizdə biz də unutdular. Mədəniyyətimizi qorumaq bizim borcumuzdur. O gündən sonra Zeynəb və Əli xalça toxumağı öyrənərək kəndin ən yaxşı sənətkarları oldular. Mən bunu içməyəcəm. Ya sən nə edirsən? Mən nə edirəm ki? O suyu tapmayanlar da var, bax. Suyu israf etmə. Düz deyirsən, Sevil. Suyu israf etməyin, su həyatdır. Sevil, niyə suyu açıq qoymuşsan? Ya sən heç dişlənməyirəm, sual lazım olacaq deyə bağlamıram. Sən bilirsən ki, bir yadanan su, biz o suyu çox içirik. Dünya boyu milyonlar adam təmiz suyu tapmaq üçün çətinlik çəkirlər. Həqiqətən də mən heç bunu düşünməmişdim. Hər damla önəmlidir, Sevil. Suyu israr etməyək. Düz deyirsən İlona, bundan sonra dişlərimi yuyanda suyu baxıb tutacağım. Azərbaycanın milli yeməyi dovğa. Azərbaycan milli yeməklərindən tənək dolması.
Azərbaycan milli yeməklərindən xəngəl. Çox güvənmə, üstünə yar sevərlər. Mən güləm gülsün, yarım heç zaman solmaz. Mənim
kimi gözəli sevməmək olmaz. Mən güləm gülsün, yarım heç zaman solmaz. Azərbaycanlıların milli şirniyyatı süd çörək. Sevməmək olmaz. Bir, iki bizimki. 3, 4, yapmıyor. 5, 6, tasan. 7, 8, 9, 10. Verimizi 10. Armut desem ki, elma desem ki.